bildirər. Dəyərlənmədənəm, dəyərli soydaşlarım, baxın, gecə saat neçədir? İlham Əliyevin qızları Leyla və Arzu Astarada gediblər Pəncəli Teymurun evinə. İndi bunun səbəbini açıqlayacağım, baxın. Baxın, baba, yollarda durub polislər, Nibalarda, bax, gedirlər. Astarada gecə saat neçədir? Prezidentin qızları kortejdən gedir Pəncəlinin evinə. Bax, tümsük qızlar, əxlaqsız qızlar. Baxın, gecə saat neçədir? Prezidentin qızları 2 dənə, 4 dənə kişi dəyişmiş bu qızlara kim nə deyəsiydi ki, bu boyda kortejdən gedirlər? Baxın, heç Paşinyanın yox, heç Trump'ın bu qədər korteji yoxdur. Baxın, baxın dəyərlənmədənəm. Lukashenko'nun, Zelenskinin heç bu qədər korteji yoxdur. Baxın, baba say hesabı yoxdur. Baxın dostlar, Allah bəlasını versin. Gəlin hələ kortej gedir, uzanır. Sadəcə gəlin bunun səbəbini deyim. Bax, 2 dənə qız. 2 dənə prezidentin əxlaqsız qızı. Əxlaqları olsaydı xalqın bu qədər sərvətini yeməzdilər. İlham Əliyevin narkoman qızları 2 gün qabaq Astarada olublar. Onlar şou üçün Pəncəli Teymurun evinə gəliblər. Amma onlar qabaqcadan xəbər verərək gəlməyib, gizli gəliblər. Xüsusən də gecə vaxtı. Gündüz getmək istəməyiblər, çünki it kimi qorxurlar. Niyə? Xüsusən cənub zonasında etirazlara çox meyilli xalq, haqqını tələb edən xalq olan bir bölgədə gündüz vaxtı gəlmək istəməyiblər. Əliyevin qızları gecə insanların yatan vaxtı Astaraya, Pəncəlinin evinə gəliblər. Pəncəlinin ailəsi də bilmirmiş gələcəklərini. Baxın, icra hakimi gəlib gecə ilə qəfil Pəncəlinin evinə gəlibdir. İlhamın qızları gəlir deyib və kənddə səs-küy salmayın, heç kim bilməsin. Çünki gündüz getsəydilər, oyaq olan kənd cəmaat hərəsi bir məktubla, şikayətlə, ahnalə ilə yığışacaqdı bütün rayon ora. Ona görə gecə tülkü kimi gəlib gediblər. Və bu da sübutdur ki, Əliyev və ailəsi it kimi qorxur xalqdan, xalqı dinləmək istəmirlər, reytingini qaldırmaq üçün siçan kimi, tülkü kimi, çaqqal kimi gecə gəlirlər. İndi baxın siz, dəyərlənmədənlər. Bunlar niyə getmişdi cənub zonasına? Nə çöplədirdilər cənub zonasında? Gəlin sizə deyim mən. Lənkəran, baxın, Leylanın Lənkəranda, baxın. Leyla Pəncəlinin şəkili, Pəncəlinin, baba Leylanın Lənkəranda, Pəncəlinin ev muzeyində, nə bilim nəyində, indi gəlin sizə bir çatdırım. Salam Qabil bəy, Leyla və Arzu Talış zonasına gəzməyə gəliblər. Lənkəran polis şöbəsinin rəis mavini İltifat Yusufov deyib ki, Arzunun Pəncəlinin qardaşından xoşu gəldi, Arzu hallandı, gecə mıtığı durdu, dedi mən Pəncəlinin qardaşından yatmalıyam. Həqiqətən Pəncəlinin qardaşı da vidifasonu oğlandı. Gecə deyir məni, bunu ki İltifat deyir, İltifat rəis mavini. Deyir gecə ilə məni göndərdilər, Pəncəlinin qardaşını gətirdik düz Spring Otelə. Lənkəranda Spring Otelə gətirdik, Leyla qalan otelə. Vallahi yalan demirəm, and olsun Allaha deyirəm, baba mənə gələn mesajı. Allah baxma, baba, Spring Otelə gətirdilər, çağırırlar. Baba xoşu gəlib, Pəncəlinin qardaşına. Hər nəysə, danlı oxuyun. Arzu Pəncəlinin qardaşı Famil Teymurovla, Arzu Pəncəlinin qardaşı Famil Teymurovla görüşəndə deyib ki, idmanla məşğul olursan, Famil də deyib ki, biz dağ uşaqları idmanla məşğul olmuruq, bizim həyatımız elə idmandır. Famil xoşuna gəlib Arzunun. Hələ aldığım məlumata görə Leyla və Arzu arasında Pəncəlinin qardaşı Teymurun üstündə bir balaca mübahisə gedibdir. İki bacı hansı birinci yatacaq Pəncəlinin qardaşından? Hayır, mən prezident olsam, Pəncəli yox, Pəncəlinin heç milyonu da sizi mənim əlimdən alamayacaqsa, itdən cins əlaqət çəkir, eşşəkdən cins əlaqət saldırdıram, eşşəyə çaldıracam sizi. Nə danışırsınız sizə? İndi fikir ver, Bəylər Əyyubov gedvandan tutub da Tehran Məsimovu, bunlar gedib Pəncəlini tuturlar, milli qəhrəman, mənim qabağımda kim dura bilər, mən Əli Kərimliyəm, bir baxın görün mən kiməm, fikir ver, gedirlər indi xalqın sevdalı olduğu milli qəhrəmanlardan zaten yapışırlar ki, bəlkə Qabil bunların nəslini dombaldıq qayranda, Pəncəli və ya Pəncəlinin nəyisə bunların qabağında dura bilsin. Hal-hazırda Leyla və Arzu, onların komandası Lənkərandadır, Spring Oteldədir, Famil Teymurov, yəni Pəncəlinin qardaşı da orada da eyş işlətlə məşğuldular. Dalına baxın. Bir də burada var kim? Heydər Əliyevin transa oxşayan arvadı. Ala baxın. Gedib orada şəkil çəkdirir, ay millət, baxın, ala. Baxın. Baxın, ay millət. Lənkərandır, bari Lənkəran. Baxın, ay millət. Heydər Əliyevin trans arvadı. Qabil bəy, Leyla və Arzu Lənkərana səbəbsiz gəlməyiblər. Onların gəlməyinin əsl səbəblərindən biri və əsası Lənkəranın ən mənzərəli yeri olan Xanbulaq çay su ambarının ərazisini Emin Ağalarov alıbdır. Orada olan yüzlərlə obyekti bağlayıblar, ancaq Emin Ağalarova məxsus obyektlər işləyə bilər, tikdirdiyi Sibriz İstirahət Mərkəzinin filialı olacaq orada. Baho! Lənkəran polisi İlhamın qızlarını müşayiət edir, polisin verdiyi məlumata görə Leyla və dostları bir gecə Qızılağac qoruğunda qalıblar
bir gecə Xanbulaqda, qalan gecələri Paşayevlərə məxsus Spring Oteldə famillə bir yerdə qaldılar. Onlar hər gecə gerayin çəkib partilər təşkil ediblər, qrup sekslə məşğul olublar. O da Leyla Əliyeva tühlü kivilərdən xoşu gəlir. Yaxşı ki, tühlü kividən xoşu gəlir. Başqa tühlü şeylərdən bilmirəm xoşu gəlir ya gəlmir. Amma baxın gedib orada özlərini günə veriblər. Boş bölgə tapıblar. Ancaq Talış zonasının qəzəbindən, nifrətindən dolayı ancaq kilisa kimi gecə gəziblər. Yarasa kimi günüz yatıblar, gecə gəziblər tülkü kimi. Kaka ilə iyiliblər. Polis rəisi, rəis mavini iltifat deyir. Bezdim deyir bu qəhbələrin əlindən iltifat deyir polis rəisinin mavini. Baxın ha millət, Cənub zonasını təhkim ediblər İlham Əliyevin trans gəlininə. O bölgənin kuratoru da odur. Orada biznes quracaq, özlərinin hotel və restoran şəbəkəsini tikəcəklər. Aldığımız məlumata görə Emin Ağalarov Heydər Əliyevin arvadına basır və Emin Ağalarov Heydər Əliyevin arvadına basmağından dolayı nədir o? Nardaranda tikdirdiyi nədir o? Otelin filialını da tikəcəklər Lənkəranda. Baxın ki, nədir o? Nardaranda tikdirdiyi yoxdur. Neydi onun adı? Və Alyona Cənub zonası üzrə kuratoru oldu, rəis oldu Alyona. Tüpürüm sizin nəslinizə, kökünüzə. Sibriz Lənkəran tikilir indi də, Sibriz.